Salam dəyərli izləyicilər, mən Emin. Bugünkü videoda sizlərə dağların uca zirvələrin sahibi qartallar haqqında məlumat verəcəm. Video başlamazdan öncə zəhmət olmasa dəstək məqsədi ilə aşağıdan videonu like edib kanalıma abunə olsaz, həqiqətən məni çox şad etmiş olarsınız. Elə isə videomuza başlayaq. Ortalama yavan təbiətdə yaşayan qartalların ömrü 30-65 yaşa qədərdir. Səmada ən yaxşı hərəkət qabiliyyətinə sahib quşlardan biri olan qartalların bədən quruluşu qüsursuzdur. Bədəninin uzunluğu 75-88 cm, quyruğu isə qısadır. Geniş qanadları var. Açılan halda 2,4 metr civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2-3 yaşlarında yetkinliyə çatırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kiloqrama qədər yükü qaldıra bilirlər. Qartalların bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir qartalın 7000-dən çox tükü var. Ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə də qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərinin sayı qanadları yuxarı çəkən əzələlərinin sayından çoxdur. Bütün qartalların gözündə niktitan pərdə deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu, balalarının səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün alınan tədbirdir. Dağların, uca zirvələrin sahibi hesab etdiyimiz qartalın 40 yaşında həyat uğrunda səbirlə mübarizə aparması barəsində bilirdinizmi? Bütün quşlardan şah hesab edilən qartal 40 yaşında çox ciddi, çox çətin bir qərarı vermək məcburiyyətindədir. Qartalın yaşı 40 olanda pəncələri sərtləşər, elastikliyini itirər və buna görə də ovlarını tuta bilməz. Dimdiyi uzanar və sinəsinə doğru qıvrılar. Qanadları yaşlanır və ağırlaşır. Tükləri qartlaşar və qalınlaşar. Artıq bundan sonra qartalın uçması yaxşıca çətinləşir. Bu səbəbdən qartalın burada iki seçimdən birini etməsi lazımdır. Ya ölümü seçəcək, ya da yenidən doğuşun ağrılarına və çətinliklərinə dözəcəkdir. Bu doğuş müddəti 150 gündür. Əvvəlcə dağın başına uçmalı, bir qayanın dibində özünə yuva tapmalıdır. Bu uyğun yer tapdıqdan sonra qartal dimdiyini sərt bir şəkildə qayaya vurmağa başlayır. Ən sonunda qartalın dimdiyi yerindən çıxır və düşür. Qartalın bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxdıqdan sonra bu yeni dimdik ilə pəncələrini yerindən çıxardır və yeni pəncələri çıxınca da qartal bu dəfə köhnə qartlaşmış tüklərini yolmağa başlar. 5 ay sonra qartal özünə 20 il və yaxud da daha uzun davamlı bir həyat bağışlayan məşhur yenidən doğuş uçuşunu etməyə hazır vəziyyətə gələr. Və dəyərli izləyicilər, bugünlük videomuz da bu qədər idi. Ümid edirəm ki, bu video sayəsində sizlər də qartallar haqqında yeni maraqlı bilgilər öyrənmiş oldunuz. Dəstək məqsədi ilə aşağıdan videonu like edib kanalıma abunə olub şərh yazmağı unutmayın. Elə isə bir sonraki videoda görüşmək ümidi ilə. Hələlik.